Şahbuz rayonunun bir sıra kəndlərində yol infrastrukturu çərçivəsində işıqlandırma xəttləri yenidən qurulub. Aparılan bu tədbirlər onu göstərir ki, kənd ilə şəhər arasında olan o fərq aradan qaldırılır. İndi Çolan kəndi ilə Naxçıvan şəhəri arasında elə bir fərq yoxdur. Bütün təchizat var, enerji təminatı, rabitə təminatı, işıq təminatı. Görülən işlər yaşayış məntəqələrinin gecə mühitində hərəkətin təşkilinə əlavə imkanlar yaradır. Hazırda Şahbuz rayon ərazisindəyik. Naxçıvanın digər bölgələrində olduğu kimi burada da infrastruktur yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Şahbuzun köhnə kəndlərinə yenilik gətirilib. Əlbəttə ki, söhbət yol boyu quraşdırılan yeni işıq sistemlərindən gedir. Müasir işıq sistemləri vasitəsilə təsis olunmuş işıq dirəkləri artıq gecələr yolları daha aydın və təhlükəsiz edir. Bu yeniliklər təkcə görüntünü yaxşılaşdırmır, həmçinin sürücülər üçün məsafə seçimini asanlaşdırır, piyadaların təhlükəsiz hərəkətini təmin edir və ən əsası mümkün qəza riskini minimuma endirməyə xidmət edir. Layihə üzrə Sələsus kəndində 11 metrlik 15, Daylaqlı kəndində 11 metrlik 23, Kolanı kəndində isə 8 metrlik 40 ədəd dirək quraşdırılaraq istifadəyə verilib. Bizim kəndimiz Batabat magistral yolun kənarında yerləşir və səfalı bir yerdədir. Heydər Əliyev su anbarının kənarında. Bizim kəndimizə qoyulan bu işıqlar da həm yolu işıqlandırır, həm kəndi işıqlandırır. Bu sahədə bir neçə dəfə yol qəzaları olubdur. Ölümlə nəticələnən yol qəzaları olubdur. Bu işıqların çəkilməsi daha da o işlərin qarşısını alacaq. Bu işıqlandırılma da bizim həyat şəraitimizi gecə daha da asanlaşdırır. Mən nəzərinizə çatdırım, kənd yeridir. Bizim də adətlərimiz var. Bayram olur, filan olur, bir xəstə olur. Gedib onları yoluxmaq üçün, ağsaqqalları, ağbirçəkləri təbrik eləmək üçün bir qonşu-qonşuya, qohum-qohuma qonaq gedir. Bu yol belə ki, işıqlı olur, çox asan onda gedib gəlmək olur. Hazırda işlərin növbəti mərhələsi də planlaşdırılıb. Biçənək kəndində 8 metrlik, ümumilikdə 31 ədəd dirəyin quraşdırılması nəzərdə tutulur. Bir sözlə, Şahbuzda köhnə kəndlərin gecələrinə yeni bir işıq, yeni bir rahatlıq gətirilib. Şahbuzda atılan bu addım bir daha onu göstərir ki, bölgələrdə həyata keçirilən abadlıq və təhlükəsizlik tədbirləri artıq gündəlik həyatımızın bir hissəsinə çevrilib. Atabəy Səyyad, Əfqan Hüseynov, NTV Xəbər.